Bismillahirrahmanirrahim. Allaha həmd edirik, yenidən sizinlə vilayət mövzusunda danışmağı bizə qismət elədi. Ötən mövzularda qeyd elədik ki, vilayət Allaha məxsusdur və Allah bu vilayəti peyğəmbərlərə yer üzündə ötürmüşdür. Peyğəmbərlərin missiyası nizamnaməni tamamlamaq və bacardıqları qədər və formada bu vilayəti praktiki olaraq cəmiyyətdə tətbiq etmək idi. Sonuncu peyğəmbər, bizim İslam peyğəmbəri bu nizamnamanı tamamladığı üçün yerdə bir vəzifə qalır. Nizamnaməni cəmiyyətdə tətbiq etmək və nizamnamənin cəmiyyətdə tətbiq olunmasına, praktiki surətdə həyata keçməsinə nəzarət etmək. Və elə buradan da başa düşülür ki, İslam peyğəmbəri niyə sonuncu peyğəmbərdir? Çünki peyğəmbərlərin əsas vəzifəsi vəhy ilə əlaqəli olmaq, Allahdan nizamnaməni tamamlamaq üçün qayda və qanunları tərtib etməkdən ibarət idi. Ki, bu vəzifə də tamamlandı və İslam peyğəmbəri sonuncu peyğəmbər olaraq dini və Allahın nemətini təkmilləşdirdi. Növbə qalır, yalnız bu yazılanların yazılı surətdə insanlara təqdim olunan Qur'an-ı Kərimin, yəni bizim kamil nizamnaməmizin praktiki surətdə cəmiyyətə tətbiq olunması. Bunun üçün də mütləq vilayət yenidən ötürülməli idi və peyğəmbərdən sonra, İslam peyğəmbərindən sonra bu post ən layiqli şəxsə, yəni peyğəmbərə ən çox bənzəyən şəxsə ötürüldü və imamlar bir-birinin ardınca bu vəzifəni layiqincə yerinə yetirdilər. Təbii ki, peyğəmbərdən sonra fikir ayrılığı oldu müsəlmanlar arasında və müəyyən bir qrup İmam Əli əleyhissalamın ən layiqli şəxsiyyətin vilayətini qəbul etmədilər. Amma vilayəti qəbul etməmək vilayətin başqasına ötürülməyinə səbəb olmur. Vilayət ötürülməz bir vəzifədir. Xilafət ötürülə bilər, amma vilayət ötürülmür. Çünki vilayət Allah tərəfindən və yaxud da Allahın yer üzündəki nümayəndəsi tərəfindən verilir. Allahın təbii ki, izni ilə. Amma xilafət isə bəli, insanlar tərəfindən də seçilə bilər. Və yaxud da hansısa bir xəlifənin özündən sonraki şəxsi xəlifə də təyin etməsi mümkündür. Xilafət ötürülə bilər, amma vilayət ötürülə bilməz. Odur ki, bəziləri vilayəti Əli əleyhissalamdan qəsb eləyə bilmədilər, amma xilafəti qəsb eləyə bildilər. Bizim vilayət sahiblərimiz Əli əleyhissalamdan başlayır və 12-ci imama qədər davam edir. Təbii ki, imamlar olaraq. Daha sonra İslam cəmiyyəti bir böhranla üzləşir və imam qeybət çəkilmə zərurəti hiss edir və Allahın əmri ilə qeybət çəkilir. Yaxşı, imamın qeybət çəkildiyi bir zamanda vilayətin bir hissəsi, bir vəzifəsi ki, nizamnamənin praktiki surətdə həyata keçməsi idi. Bu vəzifə nə olacaq? İmam gələnə qədər tətilmi olacaq? İmam gələnə qədər bu məsələ dondurulacaqmı? Yoxsa vilayət müvəqqəti olaraq, vəziyyətə və şəraitə uyğun olaraq daha, yəni imamdan sonra ən layiqli şəxsə ötürüləcək? Bəli. Bizim əqidəmiz budur ki, vilayət dondurulmadı və İmamın qeyb dövründə imama ən çox bənzəyən şəxsə, yəni adil fəqihə ötürüldü. Necə ki, imam peyğəmbərə, peyğəmbər Allaha ən çox bənzəyən şəxs idi deyənə vilayətə layiq görüldülər, fəqih də imama ən çox bənzəyən şəxs olduğu üçün qeyb dövründə vilayətin nümayəndəsi olaraq təyin olundu və seçildi. Mötərizədə bunu da qeyd eləmək istəyirəm ki, ümumiyyətlə fəqihin vilayəti yeni bir məsələ deyildi. Düzdür, fundamental olaraq qeyb dövründə, yəni imamın qeyb dövründə bu məsələlər müzakirə obyektinə çevrildi. Amma imamların dövründə belə, hətta peyğəmbərin dövründə belə fəqihlər vəzifələnmişdilər və peyğəmbərdən və yaxud da imamdan vilayət almışdılar və vilayət imamlardan və peyğəmbərdən adil fəqihə ötürülmüşdü. Bunun çoxlu nümunələri var, mən onlardan birini qeyd edəcəm. Elə ki, peyğəmbər Məkkəni fəth etdi və Məkkəni fəth etdikdən sonra 20-21 yaşında qeyd edirlər. Bir cavanı, Əttab ibn Ənəs, Əttab ibn Əsid adlı bir cavanı
təyin eləyir Məkkənin valisi və hakimi olaraq. Peyğəmbərdən soruşurlar, yaşlı təbəqə, nəsil, səhabə ki, ya Peyğəmbər, bu qədər təcrübəli səhabələr var, niyə məhz Əttabı seçirsən bu vəzifəyə? Peyğəmbərin verdiyi cavab tarixdə qeyd olunub ki, Peyğəmbər buyurdu, çünki o, məsələlərin həllində mənə az müraciət edir. Demək, Peyğəmbərə az müraciət etmək, yəni fəqih olmaq və eyni zamanda təbii ki, adil olmaq, Peyğəmbər adil olmayan fəqihi iş başına gətirməz. Demək, adil fəqih Peyğəmbərin, istərsəməz Peyğəmbər də bir insandır. Müəyyən bir məkana hakimiyyət edə bilir və başqa yerlərə hökmranlıq etməsi üçün onun köməyə ehtiyacı var. Təbii ki, imamın və Peyğəmbərin qeybi yardımları və gücləri var, amma təbii qanunlarla idarə edirlər onlar cəmiyyəti. Demək, Peyğəmbərin və imamın da köməyə və dəstəyə ehtiyacı var. Yaxşı, kimlərə ötürür bunu? Adətən, yəni əgər varsa əlimizdə adil fəqih, ona ötürür. Yoxdursa, adil möminə ötürülür. Və bacardıqca təbii ki, bu silsilə aşağıya enir. Bəzən məcbur qalıb kimlərisə təyin edə bilərlər. Amma təbii ki, öz iradələri olsa, onlar bu postu adil fəqihlərə, yəni dini dərindən başa düşmüş və ədalətli şəxslərə ötürmüşlər. Deməli, imamın və Peyğəmbərin olmadığı bir yerlərdə adil fəqihin vilayət nümayəndəsi olması yeni bir məsələ deyil və tarix bunu dəfələrlə müşahidə etmişdir. Diqqət edəcəyimiz məsələ bundan ibarətdir ki, əgər vilayət yuxarıdan aşağıya enirsə, vilayətə tabeçilik də aşağıdan yuxarıya olmalıdır. Yəni, Allahdan Peyğəmbərə, Peyğəmbərdən imama və imamdan da qeyb dövründə fəqihə ötürülürsə, demək, bir insan əgər Peyğəmbərin dövründə yaşayırsa, Peyğəmbərə itaət edərək ilahi vilayətə çata bilər. İmamın dövründə yaşayırsa, imama itaət edərək Peyğəmbərə və Allaha itaət etmiş olar və onların vilayətinə girmiş olar. Və fəqihin dövründə, adil fəqihin dövründə yaşayırsa, adil fəqihə tabi olmaqla qeybdə olan imama və Peyğəmbərə və Allaha tabi olmuş olar. Yəni, vilayət yuxarıdan aşağıya indiyi kimi, itaət də aşağıdan yuxarıya olmalıdır. Çünki biz ayələrə baxırıq, Peyğəmbər Quranda buyurur ki, Allaha ibadət edin və mənə itaət edin. Və yaxud da Allaha itaət edin, Rəsuluna itaət edin və əmr sahiblərinə itaət edin. Yəni, itaət silsiləvari olaraq necə yuxarıdan aşağı vilayət ötürülürsə, itaət də aşağıdan yuxarı olmalıdır. Yəni, sənin zamanında vilayət sahibi kimdir? Vilayətin nümayəndəsi kimdir? Onu tapıb, onun proqramlarını öyrənib, ona tabi olub, bu yolla yuxarı silsilədə olan vilayət sahiblərinə də boyun əymiş ola bilərsən. Odur ki, bizim əqidəmiz budur. Yəni, şəxsən olaraq öz adımdan deyirəm. Əqidəm budur ki, fəqihin vilayətini qəbul eləmiş bir şəxs mümkün deyil ki, ictimai bir xidmət eləsin, siyasi bir xidmət eləsin və fəqihin proqramını nəzərə almasın. Adil fəqihin, vilayət sahibi olan fəqihin proqramını nəzərə almasın. Yəni, mümkün deyil. Əlbəttə, biz gələcəkdə bu ilə bağlı daha geniş söhbət edəcəyik. Amma möminlər də əgər bu vilayət xəttinə, vilayət silsiləsinə bağlanmaq istəyirlərsə, hökmən qeyb dövründə olan imamın özünə bağlana bilmiriksə, vilayət sahibi olan fəqihə bağlanmalıyıq. Hansı yolla, inşallah qismət olsa, gələcəkdə bu barədə söhbət edəcəyik. Odur ki, möminlər, müsəlmanlar diqqətli olmalıdırlar və vəzifələrini təyin eləmək üçün fəqihin, adil fəqihin ardıcı olmalıdırlar. Onun çıxışına qulaq asmalıdırlar və inşallah gələcəkdə deyəcəyimiz yollarla vəzifələrini o yolla kəsb eləməlidirlər. Burada bir sual yaranır, onu da cavablandıraq, inşallah söhbətimizi tamamlayaq. Sual budur ki, bəzən eyni anda bir deyil, bir neçə adil fəqih mövcud ola bilir. Yəni, deyək ki, İmam Həsən və İmam Hüseyn əleyhissalam eyni zamanda var, amma vilayət sahibi kimdir? Təbii ki, İmam Həsən əleyhissalam. Və yaxud da Əli əleyhissalamın da olduğu bir dövrdə Əli əleyhissalam vilayət sahibidir. Yaxşı, bəs axı bir neçə adil fəqih mövcud ola bilir qeyb dövründə. Bunu necə edək? Bu problemi necə aradan qaldıracağıq? Deyək ki, imam qeybə çəkilib,
adil fəqihlər öndədirlər, tanınırlar. Yaxşı, biz indi bunların hansına tabe olaq? Vilayət sahibi kimdir? Bunu necə təyin edək? Bəli. Cavab olaraq bir dənə misal vuraq. Demək, təsəvvür eləyin, 20 nəfərdən ibarət bir cəmimiz var, cəmiyyətimiz var və biz cəmaət namazı qılmalıyıq. Aramızda 5 dənə ruhani, tələbə, alim var. Yaxşı, bunlardan hansı piş namaz olsun? Hansı piş namazlığa layiqdir? Əslində, belə baxanda hamısı layiqlidir. Biri deyir, sən deyən, o biri deyir, sən keç qabağa. Bilmirik kim keçsin qabağa və biz bilmirik kimə iqtida edək və cəmaət namazını təşkil edək. Belə olan halda biz gözləyirik. O 5 nəfər qərara alır, bir nəfəri verir qabağa və artıq bizim vəzifəmiz ona tabe olmaqdır. Qeyb dövründə bir neçə adil fəqih varsa və hamısı da təbii ki, bizim alimlərimiz, böyüklərimiz hesab olunurlar. Amma hansı vilayət sahibi olacaq? Hansına tabe olmaq və onun ardınca getmək lazımdır? Təbii ki, onlardan hansı önə keçə bilsə, hansı şəraiti yaradıb qabağa düşə bilsə, şəraiti özü üçün təşkil edib insanları ətrafına toplaya bilsə. Qismət olsa biz növbəti səs yazılarında bildirəcəyik ki, qeyb dövründə bir neçə fəqihimiz olub ki, bu cür şərait əlverişli olub və onlar bir addım önə keçib, insanlar da onun ardınca gediblər. Təbii ki, hamısı deyil, müəyyən bir təbəqə. Demək, adil fəqihlər olduğu bir şəraitdə hansı önə keçərsə, hansı qabağa düşərsə, biz ona da tabe olacağıq təbii ki. Və bu barədə sonuncu məsələ bundan ibarətdir ki, yaxşı, bu fəqihin, vilayət sahibi olan fəqihin vəzifəsi nədir? Peyğəmbərin və imamın vəzifəsini bildik. Fəqihin vəzifəsi nədir? Fəqihin artıq burada bir əlavə vəzifəsi artır. Yəni, əslində imamın vəzifəsi bu idi ki, yazılan nizamnaməni praktiki surətdə cəmiyyətdə həyata keçirsin və insanların bu dünyada və axirətdə səadətə çatmaları üçün lazım olan hakimiyyəti qursun, cəmiyyəti idarə eləsin. Amma fəqihin bundan əlavə bir vəzifəsi də var. Çünki fəqih müvəqqəti olaraq vəzifə daşıyır. Fəqih müvəqqəti olaraq hakimiyyətə gəlib. Fəqih müvəqqəti olaraq vilayət sahibidir. Həqiqi vilayət sahibi qeybdədir və fəqihin vəzifəsi, adil fəqihin, önə keçmiş adil fəqihin ilkin vəzifələrindən biri həmin həqiqi vilayət sahibini geri gətirmək üçün, onun geri gəlməsi üçün lazım olan şəraiti qurmaqdır. Hansı fəqih ki, bunun üçün ciddi səy göstərsə, ciddi, ağıllı, tədbirli addımlar atmağa başlasa, proqram və plan sahibi olsa, təbii ki, möminlərə vəzifədir ki, onun vilayətini qəbul edib, onun ardınca getsinlər. Allah qəbul eləsin hamımızdan, dinlədiyim üçün minnətdaram.